Zalda bax bir dənə qardaş yaxınlaşıb mənə, bax verdiyi suallar. Qardaş, bayaqdan nə sual verirdinsə, mənə denən mən sənin üçün hamısını cavablayıb. Gündəlik yəni çox adam var ki, yəni qazancına görə gündəlik yemək həyat tərzi, yəni gündəlik. Düşmürsən, narahat olma, hə. Yəni ev yeməyi yeyir. Onunla qabağa gedə bilər, yəni onunla irəliləyiş olarsa o bədəndə. Qardaşımız deyir ki, ev yeməkləri ilə biz qabağa gedə bilərikmi? Biz yəni böyüyə bilərikmi? Əzələ kütləsi artıra bilərikmi? Gündəlik ev yeməyi. Gündəlik ev yeməklərinin. O evdə baxır nə bişir. Qardaş deyir ki, mən makarondur, ətdir, yumurtadır, düzdür? Qardaş, bizə lazım olan karbohidratdır, makarondur, düyü zad da yeyə bilirsən də yəqin. Düyüdür, qreçkadır, yumurtadır, zulaldır, ətdir, zulaldır. Gündə 3-4 dəfə normal qidalanaraq, biraz gölgə ətdə qoysan yanına, yeyirsən, böyüyürsən. Növbət, xiyar pomidor da ki, qardaşım, indi mövsümü deyil, baha ola bilər, yeməyə də bilərsən, yəni vacib deyil. Varın da imkanın varsa evdə, nə bilim, nəsə o yan-bir ye getsin, problem yox. Qardaşımız sırası dərhal mənə ondan sonra bir dənə sual verdi, amino söhbəti. Deyir, amino içə bilərəm. Qardaş, imkanın sən var, bir dənə sual verdin mənə ki, mənim imkanım yeməyə çatıran zat, düzdür? Sənin imkanın çatır məsələn düyünü, makaronu, yumurtanı, qreçkanı, göyərtini, pomidoru, xiyarı almağa güclə. Əgər sənin imkanın buna güclə çatırsa, sənin gedib boğazından kəsir, aminonu almağın mənasızdır. Başa düşün, əgər bomba pulun varsa, aminonu get al, əlavə qida kimi. Yəni gündəlik sən çəki başva düşən zülalı, çəki başva 2 qram, 2.5 qram zülal düşür də. Karbohidratı ala bilirsənsə, əlavə olaraq əlbəttə ki, aminovu da al, becavı da al. Yəni, amma yeməyindən bunlardan əlavə deyirəm və bunları yeyirəm. Onları yeyirsən, əlavə ala bilərsənsə, pulun varsa al. Yoxdursa, amma yəni o yeməkdən kəsib o aminonu alacaqsansa, ehtiyac yoxdur. Məndən soruşur ki, çəki ala bilərəm, yəni yekələ bilərəm ev yeməklərindən. Evdə bozbaş pişibsə, bax sənə də deyirəm, bozbaş pişibsə, uşaqlar, o bozbaşın ətidir, 2 baş götürürsən, nə olsun onun içində düyü var, olsun da, kartoşkasından götürürsən, lap suyundan da çəkirsən. Yanına da bu boyda qoyursan düyü, yiyirsən, gəlirsən məşqə. Əgər imkanın varsa 2 dənə də yumurta qaynat, qoy yanına. Yəni sən də başa düşdün də nə demək istəyirəm. Başqa ürəyin nə istəyir, soruş, mən sənə deyim. Sənə də, uşaqlara da. Artıq edinə. Yəni soruşduğumu soruş. Yəni gündə minimum 3 dəfə, maksimum 5-6 dəfə qidalan, qəşəng, zülallı, karbohidratlı, məşqivi də layiqincə elə və salam. Bir də məndən sual soruşdu ki, neçə hərəkət eləyim? Bu adam hansı əzələyə neçə hərəkət istədiyini bilmədi. Yəni onu bilmir də hansını soruşur. Prosta ümumi bir sual verir. Mənim sizə bir sözüm, narahat olma. Mənim sizə bir sözüm var. Belə bir, mən də qardaşa cavab verdim. Sənə nə dedim? Dedim, sənin həyat tərzivi bilmirəm, yeyib içməyi bilmirəm, istirahətini bilmirəm, gecəsini isə bilmirəmsə, uşaqlar, mən bu cavabını deyə bilməyəcəm. O, müəllimə yaxınlaşırsan, müəllimə sual versən ki, neçə hərəkət eləyim? O deyir, 6 hərəkət. Bir ki, o sənə yola verdi. Necə yəni, ayağa məsələn ola bilər ki, 6 hərəkət bəs eləyər, sinəyə 3 hərəkət bəs eləyər. Sən amma sinəni soruşarsan ki, 6 hərəkət eləyərsən, sənin sinən o qədər yorular ki, inkişafdan qalar, yəni zəif inkişaf eləyər də, belə deyək. Başa düşürsün nə demək istəyirəm? Yəni, hər bir incəliyi mən bacardığım qədər toxunacam, sizə izah eləyəcəm. Başqa sualım var? Matı.